Ne okuyorsun Çaman? Alim tıp okumamı istiyor. Ben işletme istiyorum. Hiçbir şey Ben imzalamıyorum. şaka yapmışım. Cəlal Şəngör niyə belə edir? Axı ən yaxşı məhz o bilməlidir ki, bir xəstəxananın yaxşı işləməsi üçün təkcə yaxşı həkimlər kifayət etmir. O xəstəxananın yaxşı təsərrüfat müdiri olmalıdır. İşini sevən təmizlik işçisi, tibb bacısı, ambulans sürücüsü olmalıdır. Elə ambulans sürücüsü ki, axşamlar bir tennis oyunçusunun reflekslərini, fokusunu inkişaf etdirdiyi kimi özünü inkişaf etdirməlidir. Bəs niyə onda sevdiyi sahədə oxumaq istəyən bir gəncə belə reaksiya verir? İşini sevməyən bir həkim olsun? Sırf ailəsi istədi deyə həvəsi olmayan bir sahəni oxusun. Bəlkə də heç sahəni sevmədiyinə görə o stressə dözə bilməyəcək. Oxusa işləyə bilməyəcək. İşləsə xoşbəxt ola bilməyəcək. Unutmayaq ki, tibb sahəsində də, mühəndislik sahəsində də və başqa bir çox sahədə də biznesi sevən, daha yaxşı təşkilatlanmağı, daha yaxşı sistemlər qurmağı sevən adama ehtiyac var. Developera ehtiyac var. 10 tibb işçisi gün ərzində 100 adama xidmət edə bilərsə, bir proqramistlə 9 tibb işçisi bəlkə də 500 nəfərə xidmət edə bilər. Əsas odur, hamımız işimizi sevək və işimizi nəyə görə gördüyümüzü, hansı problemi həll etdiyimizi bilək. Ümid edirəm orada gənc zarafat eləyib, hansı tip kitablar oxuyursan sualına, hansı sahədə oxuyacaqsan formasında cavab verib və Cəlal bəy də bu zarafata əsəbləşib. Öz fikirlərinizi bildirərsiniz. Sağ olun, sağlıqla qalın.